Sıfırdan ingilis dili öyrənmək istəyənlər ekrana yaxın əyləşin. Hər gün bir mövzu paylaşıram. Bugün gün 1. Mövzu isimlərin qarşısında en artiklının işlənməsidir. Nə zaman nə zaman en istifadə edirik? Əgər söz samitlə başlayırsa, o zaman artiklını istifadə edirik. Əgər söz saitlə başlayırsa, o zaman biz en artiklını istifadə edirik. Sözün sait və ya samitlə başlamasını biz yazıya yox, tələffüzə əsasən müəyyən edəcəyik. En sözü mənası ingilis dilində bizim dilimizdə daha doğrusu bir sözünü əvəz edir. Gəlin bir neçə nümunəyə baxaq. Book, kitab sözü. Samitlə başladığı üçün qarşısında artikel istifadə edəcəyik. A book, bir kitab. Cat, pişik sözü. Samitlə başladığı üçün qarşısında artikeli. A cat, bir pişik. Və yaxud da orange, portağal sözü. Saitlə başladığına görə an orange, bir portağal. Və yaxud da apple, alma. Saitlə başladığı üçün an apple. Bir neçə nümunəyə də baxaq. Hour, saat, 60 dəqiqəni bildirən söz. Burada biz dedik ki, tələffüzə fikir verməliyik. Yazıda samitlə başlasa da, tələffüz zamanı bu söz hour kimi oxunur və saitlə başlayır. Ona görə də an hour istifadə edirik. Və yaxud da bu sözə fikir verək. Uniform, yazıda saitlə başlasa da, tələffüz zamanı biz onu uniform kimi tələffüz edirik. Buna görə də samitlə başlayır və uniform.